telefonla zəng etməklə, WhatsApp-la səs atmaqla və digər fərdi qaydada şəxsin təhqir olunmasına görə məsuliyyət nəzərdə tutulmuşdurmu? Halbuki, bu təhqir forması yalnız fərdi qaydada həyata keçirilir, sosial şəbəkələrdə, televiziyalarda, digər kütləvi informasiya vasitələrində şəxs təhqir olunmur. Hesab edirik ki, bu hal hər bir halda hüquq pozuntusudur. Çünki şəxs təhqir olunarkən, şəxs söylərkən, alçaldılarkən onun hüququnun pozulması bir mənalı şəkildə qəbul olunur. Sadəcə olaraq bu təhqir olunma faktını təsdiq edən sübutları məhkəməyə təqdim etmək lazımdır. Yəni, səs yazılarını, zəng edib təhqir olunarkən şahidləri və ya diktafonla onun səsinin yazılması barədə materialları məhkəməyə təqdim etmək lazımdır. Hakim bu halı mənəvi zərər hesab edəcək və buna görə sizin tələbiniz əsasında ağlabatan kompensasiya müəyyən edəcəkdir. Hər bir halda hüquq pozuntusuna görə məsuliyyət qanunla nəzərdə tutulmuşdur.